Salam əziz və hörmətli dostlar, xoş gördük. Yenə də biraz vaxtım vardı iş başlamamışdan öncə. Bu bir səfər oxuyayım, bu günün səfərsinin yenə də vaxt olursa görərik nə cür olur. Umaram ki, hər şey sizin üçün də yaxşı olsun. Bildiğiniz kimi Türkçülüyün Əsasları adlı kitabı oxuyuruq. Ziya Gökalp yazıbdır və 72-ci səfərdir. Bu gündən çox fərqli bölüm başlanacaq burada və nədən danışacaq? Türkçülüyün ikinci bölümü Türkçülüyün proqramı. Proqram bildiğiniz kimi Latincə sözdür, Türkçəyə giribdir və Türkçədə də saxlanılıbdır. Farsçası bərnamədir. Əlbəttə ehtimali çoxdur ki, bərnamə sözü ərəbcədən gəlmiş olur farsaya. Bərnaməc deyirlər olar. Bəlkə elə həmandır ki, farslar oradan alıblar. Ehtimalı çoxdur. Amma yenə də dilçilərin işidir. Bundan bu üzə 3 dənə mühüm bəhsi aradan aparacaq. Biri Türkçülüyün proqramı, bərnaməsi. Proqram əslində hədəflər, mərhələ-mərhələ hər aşamada nələr yapacağıq, hansı işləri görəcəyik, ona deyir proqram. Və dildə türkçülük ikinci bəhs olacaqdır ki, dilimizdə nə cür türkçülük eləmək olar, yəni görək nə deyəcəkdir. Üçüncü də yazı dili və konuşma dili. İndi bizim yazı əlifbamızdan söz gedəcək və ha belə konuşma dili, yəni danışmaq, şəfahi ya ağızdan danışacaqdır. Görək ki, bunlarda nə cür danışacaq? Dediyim kimi buracan o insanlar qorxduqları yer buradan bu üzə əsləsi başlanır. Yəni onlar ki, bizi 100 ildir qorxudublar türkçü kitab oxumaqdan, türkçü düşünməkdən, türk fəlsəfəsinə üz gətirməkdən buradan bu üzə neçə səhifə olacaqdır? Hududən 30-35 səhifə olacaqdır. Bundan bizi qorxudublar. Türkçülük əslində buradan bu üzə deyir ki, türkçülük nə olmaqdır? Buracan o qədər ciddi o məsələyə girişməmişdi. İndi görək ki, nə deyir? Türkçü, yəni milli dili İstanbul türkçəsidir. Burada bir söz yoxdur. Türkiyənin milli dili İstanbul ağzıdır, ləhcəsi. Diqqət buyurun, Atatürk'dən sonra bu seçildi. Atatürk dəstur verdi və maalesef bir erməni bunu aldı boynuna, yəni verdilər erməniyə və erməni dedi ki, Türkiyənin ağızlarından, yəni ləhcələrindən, Türkiyədə olan ağızlar, ləhcələrdən ən uygunu, yaxçısı seçə biləcəyimiz İstanbuldakı əsil ailələrin xanımları danışdığı dildir. Və bugünkü İstanbul dili bir erməninin bugünkü Türkiyədə danışan ağız, yəni ləhcə, erməninin sifariş elədiyi bir dildir ki, sonra rəsmi dil oldu, idari dil oldu. Amma bunun yanında Türkiyədə yüzlər ağız var, yüzlər ləhcə var. Bu cürə ki, siz Türkiyədə yaşasaz, hər yerə getsəz, sizdən soruşarlar, məmləkət nərəsi? Məmləkət nərəsi, yəni ki, mən özüm əvvəl gələndə ora bunu soruşanda deyirdim ki, məsələn, İran, Güney Azərbaycan, bu cürsü. Sonralar gördüm ki, bunlar hər ilə, yəni hər ustanın özünə məmləkət deyirlər. Yəni, məmləkət nərə? Yəni, sənin ləhcən hara ləhcəsidir? Cəlibdir ki, bizim Güney Azərbaycanların ləhcəsi Türkiyənin bir çox yerində danışılır. Və Güney Azərbaycanlar lazım deyirlər, biz İranlıyıq. Güney Azərbaycan desələr də olar. Deməsələr də deyə bilərlər, məsələn, biz fərz buyurun, ərz edirəm, məsələn, Ərzurumluyıq. Və ya bir ayrı yer, hər yeri desələr. Yəni, bu, istədim onu deyəm ki, Türkiyədə yüzlər ləhcə var, türk ləhcəsi.
və bu yüzlər ləhcələrin hamısına ehtiram qoyarlar. Hamısı radio, televizyonda rəsmən öz dillərinə danışarlar. O idari rəsmi dil ki vardı İstanbulca, o yazı, idari yazı və mədrəsə yazısıdır. Ruznamələrdə çox da yazılır. Kitablar onunla da yazıla bilər, ondan qeyri ağızlarda ya şəfahi dillərdə də yazıla bilər. Pəs Türkiyənin milli dili İstanbul türkçəsidir. Buna şübhə yox. Şübhə ərəbcə sözdür. Bir şey qarışdırmaq. Qarışdırmaq, əgər bir şey qarışdıraq, ona şübhə deyərik. Şübhə yox. Fəqət İstanbulda iki türkçə var. Biri konuşulub da yazılmayan İstanbul ləhcəsidir. Pəs bir İstanbulda olan biri konuşular, yəni danışılar insanların arasında bir-birlərinə yetişəndə, əlaqə quranda onu danışarlar. Amma o yazılmaz. Əlbəttə, romanlarda yazılar, xatirələrdə yazılar. Bu yazılmaz da o zaman yazılmazdı. Çünki o zaman hələ taza Osmanlı dövrəsindən geçmişdi. Onun üçün o cür deyil. Pəs biri konuşular ya konuşulub və konuşulub da yazılmayan İstanbul ləhcəsidir. Digəri yazılıb da konuşulmayan Osmanlı dilidir. O birisi də odur ki, danışılmaz amma yazılar, yəni idari dildir. Əcəba, sualda dedik Türkçədə əcəba sual soruşur. Əcəba, milli dilimiz bunlardan hansısı olacaqdır? Deyir ki, bizim milli dilimiz bunlardan hangisi olacaqdır? Hansısı bizim Təbrizdə də deyirlər, biz deyirik hansısı da deyirik, hansısı da deyirik. Hər ikisi də düzdür. Burada hansısı yazaraq bunu məsələn göstərib ki, belə yazılacaqdır. Bu soruya cavab vermədən dilimizi başqa dillərlə qarışdıralım. Qarışdıralım. Deyir ki, bu soruya ki, hangi dil, hangi, yəni Osmanlıca, Türkçə, yoxsa o ki, İstanbulda danışılır, o Türkçə, hangisi rəsmi olacaq? Bu soruya cavabda deyir ki, cavab vermədən, yəni bunu cavab vermədən öncə dilimizi başqa dillərlə qarşılaşdırarım. Yəni bunu onun müqabilinə qoyarım. Zidd yox. Burada qarşılıq bilirsiniz ki, bəzən zidd anlamındadır. Bəzən də bunu üzbəüz qoymaqdır. Ayna kimi. Məsələn, aynada biz özümüzlə qarşılaşırıq. Yəni üzbəüz çıxırıq, zidd olmuruq ki. Amma üzbəüz olur. Başqa dillərdə o birisi başqa, yəni o birisi dillər. Türkçə sözdür. Başqa dillərdə millətlərin baş kəndlərinə aid dillərdirlər. Deyir ki, tamam dövlətlərdə beləsi deyir. Mənim özümün xəbərim yox idi bundan. Birinci dəfədir bunu eşidirəm. Bəlkə də belədir. Məsələn, İranda belədir. Tehran ləhcəsi İranın başında milli dil elan olunubdur. Milli deyil də rəsmi, idari, icbari dildir. Çünki hər halda İran bir kəsirul millət məmləkətdir. Və bir yer ki, orada kəsirul millətdir, orada hər millətin özünün bir milli dili var. İndi, official ya idari dil, yəni məhkəməyə getsə məsələn, əlbəttə burada da yenə mənim sözüm var. Yəni, mən dəfələrcə bunu açıqlamışam. Yenə də açıqlayayım. Məsələn, bir Azərbaycanlı ya Türk, İranda hər yerdə olur olsun. Nə qədər imkanı var ki, Bəluçistanda evlənə? Ya ki, dərs oxuya, ya ki, orada işləyə. Neçə nəfər ömür boyunda, məsələn, 100 ildə neçə nəfər gedər Bəluçistana? Çox az. Neçə nəfər Bəluç 100 ilin içində gələr Azərbaycanda, ya evlənər, ya işlər, ya dərs oxuyar.
Yenə də az. Neçə nəfər türkəmən gedər Əl-Əhvazda, ya Bəluçistanda, ya Kürdistanda yaşar. Ya evlənər, ya dərs oxur, ya işlər. Təqribən sıfır. Neçə Kürd, məsələn, Kürdistandan durar gedər, deyək ki, Bəluçistana, Əl-Əhvaza. Ya tərsəsi, məsələn, Əl-Əhvazlar neçəsi gedər Kürdistana, ya gedər Bəluçistana, ya gedər Türkəmən Səhriya, ya gəlir Azərbaycana. Təqribən deyək sıfır, ya sıfıra yaxın. Tamam, bu neçə nəfərdən ötürü biz bu məmləkətin hamısını niyə gətiririk, farsı dilinə gətiririk? Məgər biz buna görə ki, ehtimalən, məsələn, ildə 3 nəfər, 5 nəfər gedə, məsələn, Ukraynada dərs oxuya, biz gərək Ukrayn dilini burada rəsmi eləyək. Avropada 30-a yaxın məmləkət var və bunlar bir-birlərinə sərhəddi də yoxdur, yəni sərhəddi əmələn var, amma pasportsat almırlar, elə insanlar polissiz keçirlər, gedirlər. Məsələn, orada buna görə ki, İngilisi güclü bir dildir, məsələn güclüdür. İtalyanlar, İspaniyalılar, Portuğallar, Yunanlılar, Türklər, Almanlar, Fransızlar, Hollandilər və o birisi məmləkətlər. Bunlar məsələn birdən bir gün mümkündür gedələr İngilistana, ya gedələr Almana, ya gedələr bir-birlərinə gedələr, məcburdular İngilisi öyrəşələr. Kim bunu deyibdi? Bu ki biz gələk İranda deyək ki bizim məsələn bir gün biri getsə buradan Bəluçistana gərək farsını başara, farsıda Bəluçda gərək farsını başara. Bu bizim ömrümüzə hədər verməkdir. Millətlərin ömrünə hədər verməkdir. Ehtiyacı yoxdur. Hər kəs bir gün istər gedə ora, oranın dilin gedər orada öyrəşər, ya da əvvəldə öyrəşər gedər ora. Necə ki dünyanın hər yerində belədir. Biz istəyək gedək Çinə, Çinin dilin burada ya burada öyrəşərək gedək, ya orada ehtiyacı yoxdur hamımız Çin dilini başaraq. Pəs bu birinci məsələdir ki, mən qabaqcada demişdim, İranda rəsmi dil olmamalıdır. Ya da olsa, ən azı, baxın, bir dənə də amar verək da. İranda ustanları sayaq görə hansında türk ola bilər, hansında fars ola bilər. Əvvəl Bəluçlardan başlayaq. Bəluçlar əcəba Əl-Əhvaz, Farsistan, Türkəmən Səhra, Azərbaycan, Kürdistan, bunlarda vardılar, yoxdular. Yoxdular. Gedək ərəblərə. Əcəba ərəblər Türkəmən Səhra, Azərbaycan, Farsistan və o birisi yerlərdə vardılar, yoxdular. Gedək Kürdlərə. Əcəba Kürdlər Kürdistan və Kirmanşahdan sonra, məsələn Azərbaycanda, Farsistanda, Türkəmən Səhrada, Bəluçistanda, Əl-Əhvazda vardılar. Çox olsalar da çox az. Saya gəlməz. Məsələn, Azərbaycan cəmiyyəti deyək ki, hər neçə milyonda içində ola bilər bir 20 min, 30 min Kürd olsun. İndi farslar görək. Əcəba farslar İranda yaşayan millətlərin içində hansısında əqəlliyyət hesab ola bilər? Məsələn, Azərbaycanda əqəlliyyət hesab ola bilərlər. Çünki Azərbaycan yoxdur ki, Azərbaycan torpaqlarında. Türkəmən Səhrada fars yoxdur ki, orada əqəlliyyət hesab ola. Yəni, olsa idarədən gedəndilər. İdarədən, yəni istixdami. Məsələn, 4 dənə farsı göndəriblər, orada dərs oxuyarlar, ya işləyərlər, ya hətta işləyərlər, ayrı bir şey yoxdur. Dərs oxuya, işləyə, evlənmək üçün getməzlər ora. Necə ki, Azərbaycanda belədir. Azərbaycanda fars yoxdur. O farslar ki, bu günlər Azərbaycanda var, bunlar ya danışçıdırlar, gəliblər burada dərs oxumağa, öğrencidirlər, ya da dövlət tərəfindən məmurdurlar, gəliblər bura. Necə ki, Kürdistanda belədir. Kürdistanda fars yoxdur. Ora gedənlər ya məmurdurlar, ya da dərs oxumağa gediblər. Və ha belə Əl-Əhvaz da bu cürdür, Bəluçistan da bu cürdür, Loristan da bu cürdür. Bunlarda fars yoxdur. İndi, gəlin bunun tərsəsinə baxaq. Görək, türklər harada ola bilər?
Azərbaycan Tehran adlı bir şəhər 100 il bundan qabaq yox idi. 100 ildə deməyək, 250 il bundan qabaq yox idi. Ağa Məhəmməd Xan Qacar orada bir quru yer tapdı, dedi mən buranı paytaxt edirəm. Onun da səbəbi buydu ki, Tehranın dağları, dalısı yəni, dağıdır. Və bu dağlar bir difa gücü verirdi paytaxta. Ağa Məhəmməd Xan oranı yoxdan bir paytaxt düzəltməyə çalışdı. Tehran, Ustan-ı Tehran, Ustan-ı Əlborz ki, Kərəc və ətrafına deyirlər. Bunlar şeydirlər. Yəni mən əgər icazə buyursaz qoyun nəxşiyə baxım, İran nəxşəsinin üzü ilə danışım. Ta bu aydın olsun. Görək ki, mən buradan məcburam ki, gedəm bir ləhzə. Gedəm və əgər aça bilsəm əlbəttə. Fars dili qədimi bir dildir və müştərək dildir. Fars dili, mən bayramı dünən İsrağa gün dedim, qabaqcanda demişdim, bayram rüşvət ilə, il bayramı rüşvət ilə bir sistemi təhmil eləyiblər və media gücü ilə. Radio, televizyon, ruznamə gücü və bir də rüşvət ilə tətil və dəqiqən aynı şey dilə də, fars dilində də olubdur. İdari dil etməklə, radio, televizyon dili etməklə və icbar, zor dili etməklə bu dili eləyiblər rəsmi dil. Bu dil 50 il bundan qabaq Azərbaycanda hər kəs fars danışsaydı, deyərlər, it gəlibdi sallaxanıya. Yəni, fars dili danışanı it kimi təhqir edərdilər. Çünki əslən Azərbaycan türk danışmazdılar, fars danışmazdılar. Azərbaycan başdan ayağa türk idi. Və bu Azərbaycanın durumu. Amma indi o birisi yerlərdə bu cürdür. Lorlar özlərin fars bilmirlər. Kürtlər də özlərin fars bilmirlər. Tamam. İndi biz icazənizlə gələk baxaq şuraq şeyi. Ustanlara baxaq da görək ustanlar hankılar nə cürdür və hankısında. Azərbaycan şərqi, qərbi, Ərdəbil, Zəncan, Qəzvin, Tehran və mərkəzi, yəni şey, nədir? Kərəc mərkəzli ustan. Ondan sonra gedirik o birisi ustanlardan ki, türkdür. Mərkəzini dedik. Qum ustanı da onlardan ki, türkdürlər. Yəni mütləq Ərak ustanı mərkəzi deyə mərkəzi. Ərak türk bir iyalətidir. Bəs baxın, mərkəzi Qum, Tehran, ərz eləyim xidmətinizə, Əlborz ya həman dedim, çünki bu taza iyalətdir, onun üçün Kərəc mərkəzli, Qəzvin, Zəncan və Azərbaycan torpaqları. Yəni, o ki, Azərbaycan adı üstündədir. Azərbaycan şərqi, qərbi, Ərdəbilin də üstündən götürdülər. Bunlar mütləqa türkdülər. Yəni, bunlarda olan farslar, idari farslılar, istihdami farslılar, yəni mühacirçi, müvəqqət mühacirlər. Bunlar qeyd edəcəklər Farsistana. Yəni, bir nəfər idarəyə istihdam olub gəlibdir, indi deyək, ədliyyə. Qeyd edəcəkdir, o gözdür ki, işi qutarsın, ya bazı nişəst olsun, ya da çevirsin, nəcəsin, öz torpağına. Ya da öğrencidirlər, yenə də bunlar. İndi gələk o birisi iyalətlərə. Gilan bir çox yeri türkdür. Və bunu bilirsiniz ki, Gilanda da şəhər şuralarında çoxlu türklər getdilər iş üstə. Mazəndaranın yarısından çoxu türkəməndir.
Çünki Türkçəmən səhra dediyimiz yer ki, adı Gülüstan. Diqqət buyurun, görün ki, Türkçəməni neçə yerə bölüblər. Türkçəmənin birazını veriblər Mazəndərana, əyalət Mazəndərana. Birazını veriblər Simnana, birazını veriblər Azərbaycan, Xurasan-ı Şimaliyə, birazını da Xurasan-ı Rəzəviyə veriblər. Bunların və üstə də Üstanı Gülüstan. Bunların hamısının adın ki, Türkçəmən səhra idi, Güney Türkçəmən səhra elədilər ki, bu da türkdür bunlar. Xorasanın özü, yəni Xurasan-ı Şimali, Rəzəvi və Cənubi. Cənubinin birazı Bəluçdur. Biyol. Hətta Rəzəvidə də Bəluç var. Amma Rəzəvi və Şimali türk, çoxluq türkünəndir. Çünki ərz elədim, əvvələn Türkəmənlərin toprağıdır. İkinci, ora əsən Xorasan türkləri deyə türklər var. İndi Bəluçistanda və Xorasan-ı Cünubidə dedim, həm Bəluçlar var, türklər burada var. Az da olsa var. Yəni, məsələn, Bəluçların bir şikayəti budur da. Yəni ki, türklər gəliblər, orada işləri alıblar. Bunlar həm istihdam edirlər, həm də Umman dənizinin qırağında olduğu üçün biz bu qədimdən bu torpaqlara yerləşmişik. Bizim bir iddə tayfalarımız oradadır. Hormuzqanda ha belədir, bilirsiniz ki, Hormuzqanda olan böyük savaş İngilislərin qabağında türklərin əli ilə olubdur. Son zamanlarda da gördünüz, onun videosunu qoyublar. Orada siz onu görə bilirsiniz. Bu şəhər dediyiniz əyalət də bu cürdür. Orada da yenə türklər var. İndi Əl-Əhvaz əyaləti, Əl-Əhvaz ya Ərəbistan, orada da türk var, amma az var. Əksəriyyət ərəblərləndir. İndi Fars dediğiniz ustan. Dünənləri bir video gəldi, bir mühəqqqiq, araşdırıcı, tədqiqatçı, 3 dildə deyək, 4 dildə oldu. Qəşqai araşdırıcısı və mühəqqiqi ya tədqiqatçısı dedi ki, əslən Ustanı Fars deyə bir şey yox idi qabaqca. Bura Qəşqaistandır. Bura Qəşqai ölkəsidir, türklərindir. Və siz hətta əgər Hafiz ki, mənim nəzərimə yalan bir kitabdır, taza yazılmışdı. Amma deyək ki, Hafiz qədimidir, 800 illikdir. Onun bir dana şeir var, deyir ki, Geran Türk Şirazi be dest دارد دل ما را به خال هندویش بخشم سمرقند و بخارا را. Deyir ki, əgər o Şirazlı türk mənim ürəyimi ələ gətirsə, mən onu, ya ürəyim mənə versə, mən o Səmərqəndlə Buxaranı ona bağışlaram. Bu şeirin indi o birisi qismətləri, amma bu deyir ki, Türk Şirazi. Yəni, Şirazda yaşayanlar türkmüşlər. Amma bunu Riza Palani'dən bu yüzə türkləri buradan qırağa çıxadıblar. Bizim bir dostumuz var, Urmiyəlidir, haralıdır, dəqiq bilmirəm. New Kronoloji adında bir bərnamə qoyur. Çox gözəl axtarır bu dünyanın arşivlərindən İrana görə olan əksləri çıxadır. Bu adamın əksləri qoyduqların üzündən baxırsınız ki, Şiraz Qacar dövründə bir kət böyüklükdə bir yerdir. Kirman bundan da kiçikdir. Necə ola bilər Kirmanda qətl am olmuş ola? Ağa Məhəmməd xan gedə orada məsələn neçə 100 min nəfərin ya neçə min nəfərin gözün çıxadı. Bunlar o yalanlardır ki, orada görsənir ağa əksin 100 il bundan qabağın əksini salıblar, bəllidir ki, bura bir kiçik bir yerdir. Burada olsa 10 min nəfər adam yaşar. 10 min nəfərin də Ağa Məhəmməd xan gedib yarısını öldürsə qalar 5 min nəfəri, onun da biraz uşaqdır, biraz xanımdır, onlarla da işi olmaz. Burada yalanın həcmini istəyirəm görsərəm. Hər halda Kirmanın bir çoxu qabaqki Qacar dövründə olan məmləkətlərdə elə adı Kirman və Bəluçistan adında bir məmləkətdir. Məmləkəti Bəluçistan. Kirman yoxdur. Kirmanın bir çoxu Bəluçdur.
İndi Farsistan dedik, əksəriyyət türkdür. İndi idarə 100 ildə bura adam köstürüblər, buranı biraz farslaşdırıblar, amma yenə də əksəriyyət bilmirəm, bəlkə də %40, %50 türklərdir, heç olmasa. Kirmandır, Yəzdidir, İsfahandır, Simnandır, Kaşandır. Bunlara baxanda Kaşanı niyə burada qoymayıblar? Calibdir. Bu nəqşədə Kaşan yoxdur. Görün, bəlkə bu kiçik yer Kaşandır. Yox, bunlar da Kürküliyə Böyrəhməddir. Bunlar Farsistan dediğiniz bunlardır. Simnan, İsfahan, Yezd, Kirman, biraz da Farsistan, biraz da Kaşan ki burada əhsində qoymayıblar. Onu da bir baxaq görək ki, niyə onu qoymayıblar? Ayrısına baxaq görək, ayrılarında qoyublar, yox. Qoymayıblar. Hər halda bunlarda da imkansızdır siz %20 türk tapmayasınız. Yəni %20 türk var. Necə ki Bəluçistanda %10, %20 ola bilər, Əl-Əhvazda %10, %20 ola bilər. Loristan və Kürküliyə və Böyrəhməd. Bunlar Fars burada yoxdur təqribən və elə Fars qədər də türk ola bilər. Ondan sonra qaldı indi İlam və Kirmanşah və Kürdistan. Bunlar da Kürddülər. İndi baxsaz elə bu nəqşiyə mən dediyimdə baxsaz, görəcəksiniz ki, əksəriyyət türklədir. Əgər qəraldır, əksəriyyətin dili rəsmi dili olsun, gərək türk dili olsun. İndi burada mənim dediyim budur. Ərəb dili İslam dilidir, İranın hüquq dilidir, fəlsəfəsi dilidir, düşüncə dilidir, elmi dilidir əslində. Bunu həsf eləmək olmaz. Yəni, ərəbcə hər halda, əgər istəyə bir dil rəsmi ola, ərəbcə ilə rəsmi olmalıdır. Başdan başa hamıya. Çünki dedim, bu əslən insanların ağzından bunu çıxartmaq olmaz. Türklərin də sözlərinin bir çoxu ərəbcədir. Farsların da, Kürdlərin də, Lorların da, Bəluçların da, Ərəblərin də, Ciləşlərin də. Amma yəni hər kəs ki, bu məmləkətdə hətta keçən 100 ildə Fars dili rəsmi olmasa da, ərəb dili zorla da olsa, bu Farsi ədəbiyyatının vasitəsilə yayılıbdır. Türk dili, dedim, əksəriyyət cəmiyyət türk olduğu üçün, Fars dili çox əqəlliyyət olduğu üçün əslən dili oxunmamalıdır. Əqəlliyyət dilidir. Əslən və indi bu bizim milli baxışdan baxanda beləsi olur. Təbii ki, Farslar deyəcəklər ki, bizim dilimiz rəsmi, öz torpaqlarında rəsmi olsun. Hər kəsənin dili öz torpağında rəsmi olsun. Farslar Farsistanda, Türklər türk olan yerlərdə və bunu da deyib. Əgər məsələn 100 dana Fars Təbrizdə yaşır, dili rəsmi olsun. Yəni burada 100 nəfər getsin Fars mədrəsəsinə. Əgər 100 nəfər Bəluçistanda türk varsa, 100 nəfər orada getsin Türk mədrəsəsinə, orada Bəluçistan dövləti onlara imkan yaratsın, onlar idari işlərini öz dillərində görsünlər. Necə ki, əgər 100 Bəluç Azərbaycanda olsa, Azərbaycan dövləti o Bəluçlara mütərcim, dil rəsmi dil və idari dilində öz dillərində danışa bilsinlər, bunu yaratmaq haqqı var. Bu, yəni müştərək, müsavi. Hər yerdə, hər kəsənin dili öz toprağında rəsmi olsun. İndi istəyirək buna rəsmi dil qoyaq sərasəri ki, eləyə bilək. Niyə gələk Farsını qoyaq ki, əyağımızı o torpaqdan eşiyə qoyanda Əfqanistanlıları baş tapırıq, Tacikləri baş tapırıq. Tamam, biz məsələn İngiliscəni, Ərəbcəni, Fransızcəni, Ruscanı, Çinlicəni rəsmi dil eləyək, lağəl çıxanda deyək ki, məsələn mənim nəzərimə İngiliscə. Çünki İngiliscə bu günləri dünyanın hər yerinə getsən danışırsan. Lağəl bir elmi dildir, iqtisadi dildir, iş dilidir. Fars dilini niyə biz öyrəşək? Niyə ömrümüzü? Biz uşaqlıqdan ki doğuluruq, Fars dilini öyrəşməyə məcbur edirlər, ta foqdoşdura alırıq. Və axirdə də qəşəng başarmırıq, çünki bizim dilimiz deyil. Yazmağını da başarmırıq. Eyni halda ki, dünənləri dedim, Fars dilinin yazmağı müşküldür. Fars dilini oxumağı müşküldür. Çünki səsi olmadığı üçün hətta farslar özləri cümləni oxuyanda görürsünüz ki, qeydli bir də daldan oxudur. Çünki Fars dilinin yetənəyi yoxdur ərəb əlifbayı ilə yazılsın. Bu yazılır əlbəttə, amma oxunduğunda qələt oxunduğu üçün bu gərək qeydi hey daldan islah eləyə bir də oxuya. Bunu mən istədim fəqət bunu açıqlayam ki, qəziyyə
nə cürdür və nə cür olmalıdır. Milli dil yoxdur, idari dildir və idari dildə mənim nəzərimə hər torpağın özünün idari rəsmi dili olmalıdır və əgər bir millətdən bir ayrı torpaqda, ayrı millətin içində varsa, yaşırlarsa, onların milli haqları olmalıdır. Milli dillərində danışmalıdırlar və məhkəmələr, idarələr onların dilində danışmağa məcburdular ya da mütərcim tutmalıdırlar. Yəni bu qədər rahat, kolay. Ehtiyacı yoxdur. Biz 4 dənə türk gedəcəkdir Tehran, Farsistanda yaşaya, ondan ötürü gələk hamımız farsını öyrəşək, ya 4 nəfər gələcəkdir Farsistan, gələcəklər Türkistanda evlənələr. Biz o 4 nəfərdən ötürü gələk və şey eləyək, farsı öyrəşək. Buna heç ehtiyacı yoxdur. İndi qeydək kitabımızdan oxuyaq. Pəs, dedi ki, fəqət başqa baş kəndilərin hamısında konuşulan dillə yazılan dil eyni şeydir. Deyir ki, dedim, misal vurdum Tehranı, başqa məmləkətlərdə, başqa baş kəndlər, baş kənd, baş bilirik, yəni üst, baş kənd, kənd dedik bizim yerdə mədəniyyətin, uyğarlıq da deyirlər güya buna, mədəniyyətin beşiyi, doğuş yeri kəndidir. Biz kət deyirik, kəndi də deyilir. Kənd ya kət mədəniyyətin doğuş yeridir. Farslar deyiblər ki, şəhər. Əslində bu cür bir yoxdur. Şəhər ərəbcə mədən dedikləri yer, modern ya mədən, Mədinədə, Mədinə biri, yəni bir yer. Mədinə dedikləri yer, bunlar tərcümə ediblər, elə deyiblər ki, bütün ərəblər deyiblər Mədinə, pəs şəhər, bizdə orada oba var, bir də Mədinə var. Oradan götürüblər bunu, gətiriblər. Yox, beləsi deyir, kənd, Farsca, Rusda, bizdə mədəniyyətin beşiyidir və şəhərlilik də kətdən başlanır. Yəni, hər kənd, məsələn, Tehran bir kət də deyildi, amma şəhərə çevrildi. Yəni, insanlar ora köçməklə, ora idarə şəkil tapmaqla və kənd ilə şəhərin bir ömdə fərqi var. O da nədir? Kənd çoxluqca İşlər əkinçiliğa, qoyunçuluğa, heyvançılığa məşğuldur, bağçılığa məşğuldur. Şəhər çox idari işlərə məşğuldur, ticari işlərə məşğuldur. Fərqi bu iki danadır. İndi, baş kənd dedik nə olur? Türk dilində kəndi saxlayıblar. Kəndi təhqir eləməyiblər. Deyiblər ki, kənd mədəniyyətin beşiyi olduğu üçün bunu elə biz böyük şəhərlərə kənd ediyək. Onun üçün baş kənd olur paytaxt. Farsca buna paytaxt deyirlər. İndi, fəqət baş kənd, başqa baş kəndlərin hamısında, məsələn, deyir ki, Amerikada, Kanadada, İngilistanda, hər yerdə paytaxtın dili, ləhcəsi, ağzı, konuşulan dillə yazılan dil eyni şeydir. Deyir ki, hər yerə geçsəz, orada danışılan dilindən yazılan dil eynidir. Dedim, misal vurduq Tehranı ki, Tehran ləhcəsi həm kitablarda, həm radio televizyonda yazılan ləhcədir və danışılan ləhcə radio televizyondadır. Eyni dedik, ərəbcə sözdür, eyni sözündəndir, göz sözündəndir. Biz də gözü, dünyanı görəndə ki, hər nəyi görürük, onu deyirik, bəlkə aynıdır, olur eyni. Yəni biz, elə bir ki, onun fotokopusudur. Vaqiyyət budur ki, belə deyil. Fərqlidir, amma bizim gözümüz belə görür. Yəni, mümkündür biz, məsələn, bir şeyi ağ görürük, amma o ağ deyil, biraz fərqli rəhdir. Amma bizim gözümüz belə görür. Buna eyni deyirlər də, yəni bizim gözümüz o eşikdəkini görəndə ondan olur eyni. Onun tayı. Tay. Türkçədə buna tay deyirlər. Deyil, eynidir, yəni eyni tayıdır. Eyni o tayı, o danışdığımızın dilin tayı da yazılır. Danışdığımız dil yazı dilinin tayıdır. Bu daha gözəldir. Tay deyirik biz türkçə, eynin yerinə. Demək ki, konuşma dili ilə yazı dilinin bir-birindən başqa olması sadəcə İstanbula məxsus bir durumdur. Yazarımız deyir ki, demək ki, yəni nəticə alaq ki, əgər dünyada belədir ki, paytaxtın dili, yəni baş kəndin dili, həm yazı dilidir, həm danışıq dilidir, deyir, pəs bundan nəticə alıq. Demək ki, nəticə alırıq. Nəticənin yeri nədir? Nəticənin sözünə demək ki, deyirik biz. Yəni, türkçədə nəticətən demirik.
Deyirik, demək ki, yəni nəticə alıram. Demək ki, konuşma dili ilə, danışmaq dili ilə yazı dilinin bir-birindən başqa olması, başqa olma, yəni burada ayrı olması. Hər ikisi də türkçədir, ayrı da, başqa da. Olması sadəcə İstanbula məxsus bir durumdur, bir vəziyyətdir, bir vaqiiyyətdir, bir ictimai rəftardır. Yəni, durum bir toplumsal görünüşdür. Bütün millətlərdə bulmayıb da yalnız bir millətdə rastlanılan bir durum normal ola bilərmi? Deyir ki, bütün, yəni tamam ərəbcə sözdür, farsca həmə və türkcə bütün. Bütün millətlərdə bulunmayıb, ya bulamayıb, axtarıb, yəni tapanmadınız. Da, yalnız təkcə, fəqətin yeri nədir? Türkçədir. Yalnız bir millətdə rastlanan, rast kəlməsi, bəlkə farsdır, bəlkə türkdür, bilmirəm. Rastlanan, yəni üzbəüz gələn bir durum normal ola bilərmi? Normal, təbii ola bilərmi? Deyir, bu, beləsi, o birisi millətlərdə yoxdur, fəqət İstanbulda görürük. Bu doğru ola bilərmi? O halda İstanbulda gördüyümüz bu ilkilik bir dil xəstəlikidir. Deyir, onda o halda, bəs bu halda ki, belədir, İstanbulda görürük, iki dil var, biri yazılır, biri oxunur. Deyir, onda İstanbulda gördüyümüz bu ikilik, sənəviyyət, ikilik, farsçada yoxdur. Duqanici demirlər də, orada sənəviyyət deyirlər, ona görə deyirəm yoxdur, yoxsa duqanici var. Bu ikilik bir dil xəstəlikidir. Dilə görə dildən bir mərizçilikdir, bu dilin bir xəstəliğidir. Hər xəstəlikə tədavi edilir. Hər mərizçiliğə xəstəlik dedik, yorulmaq anlamında farsda, amma bizdə həm Güney Azərbaycanda, həm Quzey Azərbaycanda, həm Türkiyədə xəstəlik mərizlik anlamında, naxoşluq anlamında işlənir. Və hər xəstəlik tədavi edilir. Tədavi əlac. İndi bu günlərə əlac deyirlər. Yəni, ona bir yol tapılır, onun bir dava dərmanı var. Tədavi edilir, yəni dava dərmanı var. O halda bu xəstəlikində tədavisi o lazımdır. O halda bu İstanbulda da iki cürə həm yazılma, həm danışmanın deyir, bu xəstəliğin da tədavisi lazımdır. Lazımdır ki, bunu müdava eləyək, dərman eləyək. Tədavi, dava sözündən gəlir. Dava, tədavi, biz buna dava dərman deyirik, əlac. Əlac sözdə ərəbcədir yenə də işlənir hər ikisi. Fəqət bu tədavini yapa bilmək, yəni dildə ikiliyi ortadan qaldırmaq üçün bu iki şeydən birini yapmaq lazımdır. Deyir, fəqət, yəni bir dənə məsələ var. Nədir? Bu tədavini yapa bilmək üçün, yəni bu dil xəstəliyin, İstanbulda olan dil xəstəliyi əlac eləmək üçün, yəni dildə ikiliyi, dilimizdə ikiliyi, o ikiliyi, sənəviyyəti ortadan qaldırmaq üçün, aradan aparmaq üçün, yəni tədavi eləyək, o yaxçılaşa, bu iki şeydən birini yapmaq lazımdır. İki yoldan birini seçmək lazımdır. Burada yapmaq lazımdır, yəni iki yoldan birini seçəcək. Ya nə iş görməliyik? Ya yazı dilini eyni zamanda konuşma dili haline gətirmək. Birincisi budur. Ya yazı dilin eyni halda konuşma, danışmaq dili eləyək. Və ya konuşma dilini eyni zamanda yazı dili halına qoymaq. Ya da ki, danışıq dilin yazı dili halına gətirək. Dostlar, bir dəqiqə məni elə bir işdən çağırdılar. Bir baxım görüm ki, mənə nə deyirlər, onun üzü ilə yazdılar ki, bir neçə dəqiqə çəkəcəkdir mən işimi başlamaq üçün. Bu iki seçənəkdən birincisi mümkün deyildir. Deyir ki, bu iki yazı dili gəlsin, konuşma dili, danışmaq dili də olsun, bu mümkün deyil. Bu iki seçənəkdən, seçənək yəni haqqı intixab. Seçənək, bu çox gözəl bir şeydir. İntixabın yerinə, intixabdan gözəldir, seçmək, seçənək. Biz yedirik, məsələn, bir meyvəni seçirik, ya bir şeyi seçirik. Hətta evlənəndə də adamları seçirik.
mütəəssifanə qızların durumu no. Bu iki seçenekten birincisi mümkün değildir. Çünkü dedim mütəəssifanə qızların seçmək gücü daha bizdən aşağıdır. Çünkü onlara bizim kişilik kültüründə icazə vermirik aşık olalar. Hətta aşık da olsalar bunu gizli saxlamalıdırlar. Və gizli saxlamasalar mücasat olarlar. Məsələn, biz yuxuda görə bildik ki, bir xanımla sevişirik. Xanımlar bu yuxunu da görsələr bunu ağızlarına gətirə bilməzlər. Çünki bəzən zina hesab olar. Bu qədər ahmaqanə bir kültürdə yaşırıq. Biz qızlarımıza, nənələrimizə, bacılarımıza və hətta xanımlarımıza, arvadlarımıza bu haqqı verməliyik ki, aşiq olalar. Əgər bir xanım, mənim xanımım mənə aşiq olmur, aşiq idi dünəcəm, bundan aşıqlıqdan çıxdı, tamam. Ona bu haqqı verək ki, çox rahatca çıxsın. İndi bizim bir dənə maneimiz var bunda. O da bir cahaz məsələsidir, bir də kəbin məsələsidir. Biz bu ikisini aradan götürsək, ki, cahaz və kəbin olmasın, xanımlar daha rahat yaşarlar, əvvələn aşiq olarlar. Yəni, aşiq olurlar, insandırlar, insan aşiq olar, necə ki, heyvan da aşiq olur. Aşiq olar, aşiq olduğu adama elam elər ki, mən səni sevirəm. Yoxsa indi biz xanımları çıxartmışıq bəqqal dükanına və satdığa qoymuşuq. Nə cür? Məsələn, bəqqal dükanında bəqqal gedir cinsləri alır, gətirir, yığır mağazanın qəfəsəsinə. Adamlar da, müştərilər də gəlirlər, ya içəriyə geçirlər, baxırlar, ya da elə orada qapıda durur, bəqqal deyir ki, nə istəyirsən, deyir, filan şey istəyirəm, o çəkir, verir. Qəfəsədən götürür, verir. Və pulunu alır. Dəqiqən biz bu işi görürük. Bir dənə xanım alırıq, o xanımdan 1, 2, 3, 5, 10 qız doğur. Yəni, alırıq da, o xanımdan biz qız aldıq. O xanım özü də ona sahib deyil. Biz kişi olaraq onlara sahib oluruq və bunları qoyuruq satdığa. Bizim evimiz olan şeydir. Adamlar gəlirlər, neçə verəcəksən? Başlıq alacağım bir belə, qızıl verəcəksən bir belə, bunun kəbini də bir belə. Əslində biz qiymət danışırıq. Kəbinin üstündə bəzən yola getmirik, yəni qiymətin üstündə yola getmirik. Satdıq, qızı getdi. Tamam, deyir ki, kim alıb, kim verib? İndi görürük ki, verməyənlər zindandadırlar. Biz bu məsələni aradan qaldırmalıyıq. Biz bunu götürməliyik və xanımlara bu icazəni verməliyik ki, seçki ilə yaşayırlar. Tamam, bu bir vaqiiyyətdir. Çox təəssüflə bir vaqiiyyətdir ki, mən birini sevərəm, o biri ayrısını sevər, o məni sevməz. Mütəəssifanə insanın sevgisi bu cürdür. Yəni, insanın sevgisi iki tərəfli olmur. Çünki bir-birinin ürəyindən və beynindən, duyğularından xəbərləri yoxdur. Əgər bir gün insan bu dəstgahı düzəldəcəkdir, əgər bir gün o dəstgahı biz yanımızdan dolandıraq, eyni telefon kimi, görək ki, kim məni sevir, mən kimi sevirəm, mən Əlifi sevirəm, əcəba Əlif də mən sevdiyim can məni sevirmi? Ondan sonra bu eşq budursu bir-birinə kilitləşsin. İndilikdə mən Əlifi sevirəm, Əlif məni sevmir, B'yi sevir, B də Əlifi sevmir, B də Cimi sevir. Bu dürsə fırlanır, naçarən mən gedirəm birinə deyirəm, səni sevirəm, orada sevdiğim görür ki, gedib ayrısı ilə evlənibdir, yaşansı yoxdur, deyir ki, tamam da gəl ilə evlənək. Burada həqiqi bir evlənmə yoxdur. Hamımız bir növ-i zinayı itibar edirik. Və bunun təhcə yolu budur ki, biz xanımlara seçim haqqı verək. Xanımlara, qızlarımıza xüsusən, mən bu nəslə deyirəm ki, məndən yaşıddılar, məndən kiçiklər, qızlarımıza sevmək, sevilmək və elçi getmək haqqı verək. Qızlarımızın bu haqqı olsun ki, geçsinlər, çox rahatca desinlər ki, filan kəs, mən səni sevirəm. İstəyirəm səndən evlənəm. Sən də məni sevirsən, istəyirsən mənlə evlənəsən. Bu haqq bir insani haqqdır, bir insanı. O zaman biz insaniyyət toplumuna yetişəcəyik. O zaman demokrasiya yetişəcəyik. O zaman azadlığa yetişəcəyik. O zaman hürriyyətə yetişəcəyik. O zaman bizim millətimiz istədiyi iradəni emal edəcəkdir. Amma o günəcan ki, xanımların belə bir seçki haqqı yoxdur. İndi din bir seçkidir. Dinlərdən birini seçərik. Hangisini seçərik? Seçmərikdir. Seçmərik, o da bir dindir. Mən istəmirəm bir dinə inanam. Ola bilər Allaha inanam, amma dinə inanmayam. Ola bilər bir
Peyğəmbərə inanam, amma onun ağzından gələn sözlərə inanmıram. Deyəm ki, yəni bu söz məsələn mümkün bunun ağzına qoyublar, sən bu deməyib özü. Sonra bunu onun adına yazıblar. Çünki məsələn Məhəmməd çox ağıllı bir insanmış. Quranda biz ağlıyla ziddili olan sözlər görürük. Məhəmmədin adab-ı rüsumu ilə ziddi olan bir sözlər görürük. Olmaz Məhəmməd beləsi o ağıllıqda bir adam gələ ziddi, nəqiz bir işlər görə. Məsələn, Məhəmməd deyir ki, qız uşağı çox mühtərəmdir. Hətta oğlan uşağına bunu demir. Qız uşağına deyir. Çünki özündə qız uşağı var. Oğlan uşağı olmadığı üçün tamam sevgisini qızlara veribdir. Calibdir, necə ola bilər? Bu anda deyə bilər ki, qızları döyün. Ağla çatmır. Ağla əslən yerləşmir. İlla ki, deyək, ya bunu Məhəmmədin adına yazıblar, ya da o Məhəmmədinlə bu Məhəmməd fərqli Məhəmməddirlər. Tabi bu iki seçenekten birincisi mümkün değildir. Yani biz yazı dili diline çevirənmərik. Bir dəqiqə yenə də işdən mənə bir şey gəldi. Görək ki, nahar gündür. Nahar deyirik biz türkcə. Farslar da nahar deyirlər. Nahar yəni günün ortası. Gün ortadan biz yemək yeyərik, ona da öynə. Ondan sonra görüşərik. Sağ olun, təşəkkür edirəm, yaşayasınız.